Hamıya salam. Bugün Serbiyanın paytaxtı olan Belqradın mərkəzində yerləşən kitab mağazasına nəzər salacağıq. Şəxsən mən bu cür kitabxana tipli mağazaları çox sevdiyim üçün istədim sizinlə də paylaşım və birlikdə oranı gəzək. Əslində bizdə Bakıda olan Librafı çox xatırladır. Həm içində coffee shop var, əyləşib orada kofenizi içə bilərsiniz və yanında da kitabınızı oxuya bilərsiniz. Sadəcə olaraq biraz abu-havası fərqli idi. Bu hissəyə baxsaq daha çox Baku Bookstore-u xatırladır. Ən sevimli məkanlarımdan biri. Allah, ağırdılar. Videoda tam bilinməsə də şəkildə biraz daha aydın görürsünüz ki, bu kitab nə dərəcədə böyükdür. Burada öz üzümlə müqayisə edirəm və çox ağır idi. Çox maraqlı kitab mağazasıdır. İkinci mərtəbəsi də var. Bugünlük bu qədər. Ümid edirəm ki, qısa da olsa sizə maraqlı oldu. Növbəti videolarda görüşənədək izləməyi də unutmayın. Sağ olun.